Bir dəfə Əzrail mələkdən soruşurlar ki, sən heç can alarkən ağlamısan? Əzrail mələk cavab verir ki, bir dəfə ağlamışam, bir dəfə gülmüşəm, bir dəfə qorxmuşam. Dedi, gülməyim o zaman olub ki, bir kişinin canını alarkən kişi ayaqqabı tikənin yanında ayaqqabı tikdirirdi və ayaqqabı tikənə deyirdi ki, bu ayaqqabını elə tik ki, mən onu bir il geyə bilim. Və bu zaman mənə gülmək gəldi, elə oradaca o kişinin canını aldım. Ağlamağım o zaman olub ki, mənə əmr gəldi ki, bir qadının canını almalısan. Gedib qadının canını alarkən gördüm ki, qadın susuz bir səhrada, biyabanlıqda uşaq dünyaya gətirir. Mən gözlədim, qadın uşağı dünyaya gətirdi. Qadının sonra canını aldım və uşağın halına acıdım. Bu susuz səhrada, isti günəş altında bu uşağın aqibəti necə olacaq? Onda mənə ağlamaq gəldi. Bir dəfə də əmr gəldi ki, bir din aliminin canını almalısan. Din aliminin canını almaq istəyərkən onun otağına yaxınlaşanda gördüm ki, nurdan göz qamaşır. Mən ona yaxınlaşdıqca onun nuru daha da artırdı. O kişinin canını alanda mən həyəcanlandım, onda qorxdum. Elə bu zaman Allahdan nida gəldi ki, sən bilirsən o din alimi kimdir, sən onun canını aldın? Dedi, sənin o canını aldığın din alimi səhrada anasının canını alarkən dünyaya gətirdiyi uşaqdır. Sən o zaman onun halını ağladın. Sən heç zaman unutma ki, o orada nə eləyəcəkdi? Sən onun anasının canını alandan sonra mən onu öz pənahıma aldım. Bir şeyi yadında saxla ki, kainatdakı şeylərin hamısının pənahı məndədir. Onlar mənim pənahımdadır. Mənim pənahımda olan varlıqlar heç zaman naümid olmaz gərək. Mən nə istəsəm, o da olar. İndi biz hər şeyi Allahdan gözləməliyik və hərəkətimiz Allaha görə olmalıdır. Heç zaman biz Allahdan ümidimizi kəsməməliyik. Allah heç zaman pənahını bizim üstümüzdən əskik etməsin. Allahın pənahında salamat qalın.